Salam, xoş gördük. Bu videoda sinif dərsliyinə əsaslanan sualımızın izahına baxacağıq. Sualın şərtində doğru fikirləri müəyyən etməyimizi istəyir. Yəni, doğrunun altından doğrular, yanlışın altından isə yanlışları götürəcəyik. Bir də Şəki-Zaqatala və Şərqi Zəngəzur iqtisadi coğrafi rayonlar üçün oxşar cəhət, demək ki, oxşar cəhət mis ehtiyatına malik olmasıdır. Bu fikir doğrudur. Şəki-Zaqatalada biz sinif dərsliyində verilən xəritəyə əsaslanaraq deyə bilərik ki, Balakən inzibati rayonu arasında mis ehtiyatı var və Kəlbəcər inzibati rayonunda da mis ehtiyatı var. Müvafiq olaraq Balakən Şəki-Zaqatalaya, Kəlbəcər isə Şərqi Zəngəzur iqtisadi coğrafi rayona aiddir. Bundan əlavə Qazax-Tovuz iqtisadi coğrafi rayonunda, yəni Gədəbəy inzibati rayonunda Qaradağ mis yatağının adını çəkə bilərik. Fikir doğru, doğrunun altından verildiyi üçün götürürük. 2-yə baxaq. Netpark Texnopolisin aid olduğu ölkə arasında tayqa təbii zonasına rast gəlinmir. Təbii zonalar xəritəsində də baxdıqda görə bilərik ki, bu Netpark aiddir Böyük Britaniya və eyni zamanda Böyük Britaniya aiddir Texnium, Netpark və Cambridge Texnopolislərə aiddir və Böyük Britaniyanın şimal hissələrində kiçik bir sahələrdə tayqa təbii zonası mövcuddur. Fikir doğrudur, amma yanlışın altından verildiyi üçün götürmürük. Çünki rast gəlinmir deyir, amma rast gəlmir. Üçə baxaq. Xəzər dənizi sahilində təbaşir dövrün süxurlarına rast gəlinir. Bu fikir də doğrudur. Xızı inzibati rayonunda Yaşma düzü ətrafında xəritəyə də baxdıqda görə bilərik ki, təbaşir dövrlərin süxurları mövcuddur. Bu fikir də demək doğrudur. Doğrunun altına verildiyi üçün də götürürük. Yəni 1, 3, hələ ki 4-ə baxaq. Qərbi Avropa Karib dənizi sahillərində əhalinin sıx məskunlaşması iqtisadi amillərlə bağlıdır. Burada şrift biraz böyük götürülüb. Demək ki, Qərbi Avropa, Qərbi Karib dənizi və Şərqi Asiya turizmin inkişaf elədiyi regionlardan biri sayıldığı üçün burada da eyni zamanda əhali də sıx məskunlaşıb. Yəni, burada iqtisadi amillərlə bağlıdır. Var təbii amillər, bir də var tarixi amillər və iqtisadi amillər var. Qərbi Avropa, Şərqi Asiya, Karib dənizi sahilləri məhz iqtisadi amillərlə bağlıdır. Fikir doğru, yanlışın altından verildiyi üçün götürmürük. 5-ə baxaq. Tayqa təbii zonasının böyük hissəsi mülayim iqlim və mülayim işıqlanma quşağında yerləşir. Bu fikir doğrudur. Yəni tayqa yalnız demir mülayim və yaxud yalnız qütb dairəsində də deyil. Yəni kiçik bir hissə qütb işıqlanma quşağında, amma böyük bir hissəsi isə mülayim işıqlanma və iqlimdə deyə bilərik. Fikir doğrudur. Yəni xəritəyə baxdıqda bu açıq-aydın görünə bilər. Fikir doğrudur. Yanlışın altına verildiyi üçün götürmürük. 6-ya baxaq. Pirsaat və Ordubad çayları üçün oxşar cəhət bir tektonik zonadan axmasıdır. Pirsaat Böyük Qafqaz qalxmasından başlasa da, amma Kür tektonik çökməsindən Xəzər dənizinə tökülür və 2 tektonik zonadan axır. Amma Ordubad çayı isə yalnız Kiçik Qafqaz tektonik qalxmasından Araz çayına tökülür. Pirsaat 2 tektonik zonadan, Ordubad isə 1 tektonik zonadan axdığı üçün bu fikir də yanlışdır. Çünki burada deyir ki, 1 tektonik zona. Xeyr, Pirsaat 2-dir, Ordubad isə 1 tektonik zonadır. Fikir yanlış verildiyi üçün yanlışın da altında götürürük. Yəni sualımızın doğru cavabı 1, 3 və 6-dır. Doğru cavab C variantı. İzlədiyiniz üçün təşəkkürlər.